Barometr TV-nin qaynar xəttinə daxil olan şikayətdə qeyd edilir ki, gördüyünüz bu küçələr Təzə Pir məscidindən aşağıda olan küçələr çoxdardır. Sürücülər də elə maşınlarını gəlib yolun kənarında, yəni bu səklərdə park eləyirlər. Bu da buradan keçən piyadaların gediş-gəlişi üçün problem yaradır. Dar olan küçələri daha da dar vəziyyətə gətirir. Qonşuların içərisinin maşını var. Diyorsa saxlayamırlar. Başqa ərazilərdən gəlib saxlayırlar orada. Başqa küçələrdən. Məsələn, yaxın ərazidə işləyir idarədə, hansı şirkətdə gəl burada saxlayır. Sözlə deyəndə ki, harada deyir saxlayın. O da problem yaradır ki, başqaları da gəlib maşını saxlayır. Məhəllə cəmaatı özü maşını saxlayamır. Kimsə evində qonaq gəlir saxlayamır. Ya xeyirkar məclisi olur, beləçə çox çətinlik olur. Gəlirəm, mən yer tapa bilmirəm maşını saxlamağa. Yarım saatdan çoxdur ki, mən məhəllədə fırlanıram. Qıraq maşınlar gəlir səkilərdə saxlayır, hətta bizim yerimizdə saxlayır. Biz bununla bağlı yəni gəlib dayana bilmirik. Fırlanırıq ki, yer axtaraq. Bu məhəllə yox, gedirəm 2 məhəllə, o yüzdən mən maşını saxlayıb məcbur olub piyada qayıdıram bura. Yəni belə çox narahat. Əslində bu bizim məhəllənin parkovşikləri bilməlidir ki, biz də yəni ki, o qədər şeydir, biz də onların hörmətini artıqlamasını eləyirik ki, yəni bu qıraq maşına salmaya da bura. Evinin qabağında maşın saxlamaq ümumiyyətlə yaxşı şey deyil. Parkovkanın yeri olmalıdır. Yuxarıda parkovka var, sadəcə rəayət eləmirlər yəqin ki, parkovka. Nə bilim, bilmirəm, bəlkə də pullandı deyə ona görədir. Ola bilər də belə bir şey. Balaca dükanlara da mal gətirirlər deyə. Düz deyin də Allah onların da ruzusunu versin. Amma mal gətirirlər, məcbur olurlar, transport dayanır. Burada bizim küçə də elə bir küçədir ki, avtobus buradan keçir 65. Mənim yadımdadır, bir xeyli bundan qabaq tapşırmışlar ki, maşınlar bir tərəfli dayansın. İki tərəfli olmaz. Ona görə ki, dardır. Gəlib maşın dönüb gedə bilmir. Bir-iki dəfə də bənədir, burada hadisə olubdu. Şükür Allaha ki, da ölüm zad olmur, amma belə çətindir. Mənim də balalarım var, kürəkənlərim var. Gəlirlər, yer tapırlar, narahatçılıq olur, çıxıb gedirlər. Bakı şəhər Dövlət Yol Polisləri tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə nəqliyyat vasitələrini saxlayaraq onların hərəkətinə maneə yaradırlar. Belə hal aşkarlandığı təqdirdə həmin sürücülər barəsində Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı 60 manat məbləğində cərimə tətbiq olunur. Bir daha sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər, əks halda barələrində qanuna müvafiq tədbirlər həyata keçiriləcək.